Ne oldu ya? Yine kameranı koydum elimden gerek, disk teker paylaşmadım, yine başlayıblar danışma. Ne olur? Kimdə var Azərbaycanda 800 kvadrat sırf disk teker təmirinə görə? Kimdə var? Nigar xanım, mən dediklərim hamısını bir-bir rus dilində də danışacaq ki, deməsinlər mən bilmədim, başım çıxmadı. Gəl indi bir-bir hamısını sənə göstərim. Birincisi, maşınlarımız hamısı qaraj şəraitində qalacaq, disklər küçədə sökülməyəcək və hamısı burada qulluq olunacaq. Bir dənə buranı göstər, nə qədər yerimiz var. Adamı niyə əsəbləşdirirlər? Bəzilərin servisi boyda bizdə disk teker təmir yeri var. Biraz bunları tərcümə elə. Значит, Хосробия говорит, что мы берем только Mercedes-диски. Для нас Mercedes это все. Больше ничего. Вы много там можете говорить BMW, не BMW, только Mercedes, запомните. Dəqiq dedin. 100%. Gəl. Hər aparatdan 300, 4-4'dür. Gəl indi aparatları göstərin. Кстати, этот человек просто умирает за Mercedes 5.5. Это просто его mечta. 28 dənə peçimiz var ki, siz özünüz bildiyinizdə neçə dənə maşını biz burada eyni momentdə işləyə bilərik və yola sala bilərsiniz. Sizin komfortunuz üçün. Вот видите, он просто умирает за комфорт Mercedes. Он просто об этом говорит. Посмотрите, как у него глаза. Hələ servislərin bir çoxusu rəngsaz kamerasını gəlib qurlaşdırana qədər bir rəngsazla dəmirçini də servisimizdən udalit elədik ki, yəni lazımdır bizə. Hələ gedirlər, bəziləri rəngsaz kamerası alıb gətirib qoymaq istəyirlər. Amma detailingə aid olan xidmətlərim hamısı öz yerindədir. Yəni PDR olsun, Beskraska yəni işləri olsun və digərləri hamısını bir-bir sadalayacaq. Gəl bura. Eyni zamanda 6 dənə cihazımız var ki, yəni 6 disk eyni momentdə qumlamadan istifadə edə bilərik. Siz sürətə bir dənə baxın. Вот видите, когда этот человек говорит о скорости, у него в голове только одна машина, и это 63-я. Вы поняли, о чем я? Disklərimizin sayı həqiqətən o qədər çoxdur ki, biz onları proqramlaşdıra bilirik və onlar heç vaxt gecikməyəcək. Hal-hazırda görürsünüz ki, ofisimizin içində də diskləri yerləşdirmişik. Hətta aşağı da preslənsə, biz yuxarıda da sizin disklərinizi sökəcəyik. Hal-hazırda da məsələn öz maşınımda bir həftədə support rəngləyirəm. O da mənim maşınım olduğu üçün bir həftədə rənglənəcək. Ya bilirsiniz də həmişə. Diş həkimin dişi olmur, saç həkimin saçı olmur. Mənim mövzumdur. Одним словом, этот человек просто фанат Mercedes. Как видите, и тут у нас стоит Mercedes. One love, что сказать.